Salamlar, hər birinizi salamlayıram. Ümid edirəm ki, işləriniz yaxşı gedir. Ümid edirəm ki, YouTube kanalımızdakı videolarımız xoşunuza gəlir. Və bu ay üçündə, yəni aprel ayının sonu və may ayı üçündə bizim yeni bir mövzumuz var və bu mövzunun ətrafında artıq daimi izləyicilər bilir ki, mən bir neçə video hazırlayıram eyni mövzunun ətrafında. May ayı mövzularımız nələrdir desəz, yəni aprelin sonu, mayın öncəsi, mayın ortasına qədər belə deyək, nədən danışacağıq desək, bilirsiniz ki, hal-hazırda bizim Hera münasibətlərlə bağlı proqrama qeydiyyat gedir və mən həmişə proqram elan edəndə çalışıram ki, bir balaca hazırlıq bölməsi aparım və bu dəfə artıq şanslıyıq ki, əvvəllər hazırlıqlar sadəcə Telegramda olurdu, amma bu dəfə həm Telegramda, həm də YouTube'da mən istəyirəm ki, bu mövzu ətrafında biz sizinlə danışaq. Yəni Hera həm partnyoru olmayan, həm partnyoru olan, amma evli olmayan, həm də evli olan xanımlar üçün olan bir proqramdır əslində. Sırf münasibətin təməllərinə baxacağımız və bir münasibəti təməlini sarsmadan necə daha yaxşı formaya gətirə bilərik. Sanki bir ev düşünün. Yəni məsələn sizin bu günə qədər sahib olduğunuz münasibətlər və yaxud da ki, hal-hazırki sahib olduğunuz münasibət bir ev olsaydı, o necə bir ev kimi görünərdi gözünüzə? Bax, gözünüzü yumun, bunu düşünün və elə düşünün ki, Hera elə bir proqramdır ki, sizə kömək edir ki, o evi sökmədən, o evin belə deyək, altını üstünə gətirmədən siz onu necə yenidən dizayn edə bilərsiniz. Bax, bu belə bir proqramdır. Yəni həm əgər siz keçmiş münasibətlərinizdən çox çətinliklər çəkmisinizsə və yaxud da ki, hazırki münasibətinizdə müəyyən şeylər var ki, onları dəyişdirmək istəyirsinizsə, bax, bu məhz sizin üçün olan bir proqramdır. Hera proqramı. Yəqin ki, siz bu videonu izləyəndə artıq qeydiyyata son bir neçə gün qalmış olacaq. Onu da deyim. Yəni qeydiyyat sürətlə bağlanacaq, çünki ön qeydiyyat artıq olmuşdu və mən hər kəslə individual formada işləmək istədiyimə görə müəyyən bir say limitimiz var. Əslində hər proqramda olduğu kimi bu dəfə lap azdır, amma say limitimiz, onu da nəzərə alın. Sonradan deməyin ki, niyə xəbərim olmadı, qeydiyyat bitdi. Dediyim kimi, bu YouTube'da biz bu aralar ancaq bu istiqamətdə danışacağıq və mən düşündüm ki, ilk mövzu nə olsun və istədim ki, bir də məndən dinləyəsiniz xoşbəxt cütlük məsələsini, bir də məndən dinləyəsiniz ki, xoşbəxt cütlüklərin istər evli olsunlar, xüsusən də evlilərdən söhbət gedir. Çünki evliliyə qədərki dönəm elə bir dönəmdir ki, sanki hər iki tərəfinin arxa fonunda belə bir rahatlıq olur ki, uzağı bitirərəm. Amma sanki evlənəndən sonra üzərimizə bir dənə də məsuliyyət qoyulur ki, yəni bura qədər gəlmişəm, çox insan da bunu bir səhv kimi edir ki, bura qədər gəlmişəm, evlənmişəm, bundan sonra da bir şəkildə aparmalıyam məsuliyyəti gəlir və mən sizi başa düşürəm. Yəni burada məqsədim qınamaq və s. deyil. Bax, bunu da başa düşürəm əslində və bax, bunun üçündür bizim bu belə deyək videoda danışacağımız məsələ ki, xoşbəxt münasibətin, xoşbəxt evliliyin təməlləri nələrdir və əslində mən istəyirəm ki, sizə burada hər yerdə eşitdiklərinizdən ziyadə biraz daha fərqli aspektlər verim. Çünki mən bunu bir dəfə də demişdim. Yəni dünyanın belə ən nə deyirlər, loril desək, ən axırıncı adamından da gedin soruşun ki, nədir səncə xoşbəxt münasibətin sirri, nədir səncə bu münasibətdə belə sevib sevilmənin sirri? O sizə deyəcək ki, hörmət, izzət, sədaqət, məhəbbət, o, bu. Yəni elə şeylər var ki, onları hamı sizə saylayacaq, amma hamı sizə onu bu münasibətdə verməyəcək. Mən yəni ona görə sizə burada hörmətdən, izzətdən, məhəbbətdən, sədaqətdən danışmayacağam. Çünki düşünürəm ki, bunu əslində hamı bilir, amma əməl etmə mərhələsinə gələndə işlər dəyişir. Mən biraz daha fərqli istiqamətdən baxmaq istəyirəm ki, həqiqətən xoşbəxt cütlüklərə biz baxanda, biz onlarda təməl olaraq müəyyən şeylər var ki, hamısında eynidir. Və mən bunu hətta əgər siz bu videoya bir mənim Reels videomu izləyib gəlmisinizsə, çünki mən o videoda danışmışdım bir balaca ki, mən artıq sentyabrda 8 ilim tamam olacaq ki, Polşada yaşayıram və bu cəhətdən özümü çox şanslı biri kimi görürəm ki, burada yaşadığım dönəmdə mən o qədər çox insanla tanış oldum ki və çox şanslıyam ki, ətrafımda çoxlu cütlüklər var
var. Yəni mənim yoldaşımla da cütlük kimi görüşdüyümüz insanlar var, ayrı-ayrılıqda görüşdüyümüz insanlar var və bu 8 il ərzində mən fərqli millətlər, fərqli dinlər, daha sonra nə bilim Azərbaycanlı və fərqli millətlərin evliliyi, tamam iki fərqli millətin evliliyi, iki tamam fərqli millətin nə bilim iki türkün evliliyi, iki polyakın evliliyi, bir polyak bir Azərbaycanlının evliliyi, bir Azərbaycanlı bir Ukraynalının evliliyi, bir türk bir Meksikan evliliyi. Yəni hamısını gözümün önündə şahid oldum, gördüm və bunların çoxu çox yaxşı ki, xoşbəxt münasibətlərdir və baxıram ki, o münasibətlərdə mənim də ən çox sevdiyim şey müşahidə etmək olduğuna görə nə var ki, bu insanlar hamısı çox fərqli insanlar. Hərəsi bir dünyanın bir ucundan gəlib, hərəsi tamam fərqli şəraitlərdə böyüyüb, amma baxırsan ki, hamısının münasibətində fərqli şəkildə xoşbəxtlik var, amma təməllər eynidir. Yəni belə bir söz var, deyir ki, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, amma bədbəxt ailələrin hər hərəsi bir cürə bədbəxtdir. Əslində xoşbəxt ailələr də hamısı eyni deyil. Hər kəsənin çünki xoşbəxtlik meyarı da fərqlidir. Amma xoşbəxtliyin təməlləri mən baxıram ki, eynidir və bu gün mən sizə əslində o müşahidələrimdən bəzilərini bölüşmək istəyirəm. Dediyim kimi birini artıq Reels videosunda bölüşdüm və orada dedim ki, mən 8 ildir müşahidə edirəm və gördüyüm ən təməl və mən bunu bütün proqramlarımda deyirəm ki, xoşbəxt olmaq istəyirsinizsə, bütün münasibətlərdə problem olur, bütün münasibətlərdə konflikt olur, amma siz əgər xoşbəxt, sağlam bir münasibət yürütmək istəyirsinizsə, nömrə 1, yəni qayda, qızıl qayda ondan ibarətdir ki, siz qarşı tərəflə mübarizə aparmaq yerinə onunla birləşib problemə qarşı mübarizə aparmalısınız. Yəni bunu hara getsəz eşidəcəksiniz. Bu münasibətin qızıl qaydasıdır. Siz əgər bu günə kimi münasibətlərinizdə həmişə nəsə bir problem olanda fərqli cəbhələrdən dayanıb bir-birinizə atəş açmısınızsa, bilin ki, elə sizin münasibətin təməlində elə ilk problem bundan ibarətdir. Çünki xoşbəxt cütlüklərdə, bütün uğurlu, sağlam münasibətlərdə mənim gördüyüm budur ki, bir problem varsa, ola bilər ki, tamam, problemə mən səbəb olmuşam. Məsələn, mənim münasibətimdir. Mən nəsə bir şey etmişəm və bu etdiyim bir şey problem yaradıb. Ola bilər, insanlıqda düzdür. Amma yenə də bu artıq problem var və bir var ki, qarşı tərəf deyir ki, sən elədiyin günah səndədir, get sən düzəlt, belə. Bu sağlam yanaşma olmur. Bir də var ki, tamam bir problem var. Görək bunu necə həll edə bilərik bərabər. Həll edəndən sonra artıq bəli, oturub müzakirə apara bilərik ki, nə edək ki, sən gələn dəfə məsələn bu səhvi bu şəkildə etməyəsən. Bu işin başqa tərəfi düzdür. Bunu artıq dediyim kimi videoda izah etmişdim və bu ən təməl qaydadır, onsuz da. Digər hansı qaydalar var. İndi bilmirəm neçə dənə sayacağam. İndi ağlıma gəldikcə bədahətən müşahidələrim əsasında sizə bir neçəsini sayacağam. Mənə görə digər qayda nədən ibarətdir? Buna nə deyək? Buna bir ad qoyaq da olsun. Nə deyək? Deyək buna yaxşı niyyət pəncərəsi. Nə deyək? Belə bir şey. Yaxşı niyyət yanaşması. Yaxşı niyyət yanaşması nədir? Ümumiyyətlə biz insanlar bütün dünyadakı hadisələri, ətrafımızdakı insanları və s. hər şeyi öz baxış açımızdan dəyərləndiririk. Yəni eyni hadisə, eyni söz iki insana deyilə bilər. Biri onu məsələn zarafatla qarşılaya bilər, bir digəri deyə bilər ki, sən məni təhqir etdin, sən mənim şəxsiyyətimə toxundun. Düzdür? Yəni baxırsan ki, eyni sözdür. Mən həmişə bunu deyirəm, iki uşaq yıxılır, amma biri ağlayır, biri gülür. İkisi də yıxılmağa eyni reaksiyanı vermir. Nəyə görə? Çünki hər ikisinin zehnində yıxılmaq bərabərdir, ağlamaq, incimək deyil. Biri üçün bəlkə o uşaq vaxtı yıxılanda anası tez gəlib onu qucaqlayıb, öpüb, gülüb ki, ay hara nəzildi falan filan və uşağın zehnində avtomatik kodlanıb ki, yıxılmaq bərabərdir gülüb keçmək. Bir digəri isə yıxılanda məsəl üçün onun üstünə qışqırıblar ki, niyə yıxılırsan, görmürsənmi, nə bilim sən fikir niyə vermirsən, sən belə əzilərsən və s. Onun üçün də yıxılmaq bərabərdir, yəni ölümə bərabər bir şey, düzdür? Və münasibətlərdə də bu belədir. Baxın, məsələn siz götürürsüz partnyora zəng edirsiniz, o sizin zənginizi açmadı, düzdür? İki yanaşma var. Bir var deyirəm ki, yəqin işi var, açmadı. Keçdi, getdi. Bir də var deyirəm ki, buna bax, məni saymır. Yəni mənə dəyər versəydi açardı. Filan kəsin əri o zəng eləyən kimi 3-cü saniyədə açır. Mən zəng eləyirəm, bu məni saymır. Yəni və yaxud da ki fikirləşirəm ki, məsələn, nə olsun ki məşğuldur. Yəni 2 dəqiqə mənə cavab verməyə nə var ki, amma bəlkə də o da heç sevmir ki, o məşğul olanda kimsə ona zəng etsin və onu cavablasın.
düzdür? Və biz baxın bu yaxşı niyyət prizması, mən bunu deyirəm, pəncərəsi bunu deyirəm ki, biz hadisələrə əgər ancaq öz nöqteyi nəzərimizdən yanaşsaq ki, mənə filan şey olundu, demək ki, bu mənə təhqirdir. Mənə filan şey edildi, demək ki, bu mənə bunu etmək istədi. Bu şəkildə biz heç bir münasibət əslində apara bilmərik. Heç rəfiqələrimizlə belə münasibət apara bilmərik. Məsələn, bir rəfiqəniz gəlib sizə desə ki, nə bilim, saçlarım bugün tutaq ki də yağlı görünür. Siz deyə bilərsiniz ki, bax görsəm o yəni mənə demək istəyir ki, sən çirkin görünürsən. Ya da bəlkə sizə doğrudan da demək istəyir ki, saçın yağlı görünür. Məsələn, belə işə getmə, belə iclasa girmə, orada səni tutaq ki, yanlış anlayarlar, düzdür? Yəni siz deyə bilərsiniz ki, o qarşı tərəfin niyyəti, məqsədi və s. buraları qatmıram. Mən sırf öz baxış açımızdan danışıram. Və münasibətlərdə də bax bu eynisi keçərlidir. O yaxşı niyyət prizması deyəndə, yəni tərəflər bir-birinin etdikləri hər hərəkətləri, mən bunu bütün münasibətlərdə görürəm, yozmadan, üstünə fərqli-fərqli hekayələr uydurmadan daha belə düz bir baxış açısı ilə görür. Aydındır? Yəni mən sənə zəng etdim, sən açmadın, mən məşğul idim, aça bilmədim. Tamam. Okey. Yəni burada söhbəti başqa yerlərə aparmadan sadəcə düz bir prizma ilə baxanda biz görürük ki, biz bir münasibəti daha yaxşı formada irəlilədə bilərik. Yenə təkrar edirəm, burada söhbət ondan getmir ki, kimsə sizə acıq verir, açmır, kimsə nə bilim, həqiqətən elə hörmətsizlik olsun deyə edir bunu. Buralardan söhbət getmir. Bu onsuz da artıq təməli korlanmış bir münasibətdir, düzdür? Mən amma xoşbəxt o münasibətlərin təməlini sizə danışıram ki, işlər bu şəkildə gedir. Yəni tərəflər bir-birini ittiham etməzdən öncə o gerçəyi çılpaqlığı gerçəyi bəzəmədən görməyi bacarırlar. Mən də buna deyirəm, o yaxşı niyyət pəncərəsi, belə deyək. Yəni hər şeyin də arxasında kimsə sizə illa da sizi incitmək, sizi təhqir etmək, sizin emosiyalarınızla oynamaq istəmir. Bunu mütləq şəkildə bilin. Bəzən sadəcə həqiqətən də məşğuldur, bəzən sadəcə həqiqətən də istəmir ki, ona bu dəqiqə kimsə mane olsun və s. və s. Birinci qaydamız budur. Yəni bu biraz bəlkə də çətindir bunu tətbiq etmək, çünki biz həmişə emosiyalarımızla idarə olunuruq, amma emosiyalarını idarə edə bilən insanlar bilirlər ki, bax bu doğrudan da belədir. İkinci nə ola bilər? Mənim sizə demək istədiyim həmin uğurlu münasibətlərin təməlində gördüyüm faktorlardan biri. Baxın, biz insanlar bir araya gəlirik. Yəni münasibətin fikir verin ilkin dönəmləri necə keçir? Çox maraqlıdır hər şey. Qarşı tərəf nə etsə, wow, heyranlıq dolu baxırıq o insana və s. Amma bir müddət keçəndən sonra artıq adiləşməyə başlayır. Düzdür, onun əvvəl bizə wow gələn bir şeyi belə adiləşir ki, onsuz da belədir və yaxud da biz başlayırıq ən böyük səhv, belə də olmalıdır səhvi. Yox, belə olmalı deyil. Heç kim heç kimə malı-məli deyil. Yəni aydındır. Bir evin içərisində ya evlisinizsə və yaxud da ki, subaysınız amma münasibətdəsiniz, heç kim heç kimə malı-məli deyil. Yəni məsələn, mənə gül almalıdır da, yox, almalı deyil. Borcu deyil. İstəyir ki, alır. Aydındır. Evi təmizləməlidir də, məsələn, yox, malı-məli deyil. Edir sadəcə. Bax, bunu biz bildiyimiz təqdirdə və tətbiq etdiyimiz təqdirdə yenə də münasibətdə bir fərq görürük. Fikir verin, dediyim kimi, zaman keçdikcə əvvəllər qarşı tərəfin bizə wow gələn şeyləri yavaş-yavaş sanki belə adi və belə də olmalıdır kimi gəlir axı bizə. Biz uğurlu münasibətlərdə görürük ki, orada o heyranlıq mı deyək, nə deyək biz ona, o həmişə bir yerdə qalır. Hətta bu xarici görünüşdən tutmuş, edilən hərəkətlərə qədər o heyranlıq bir yerlərdə bir şəkildə ifadə olunur. Məsələn, bizim bir tanışımız var, onlar artıq neçə ildir, bir 7 ildir, 8 ildir falan hardasa sevgilidirlər. Yəni mən hətta Polşaya köçəndə onlar artıq sevgili idi və bir 3 ildir də evlidirlər. Və məsələn, orada xanım həmişə, yəni 8 ildir mən onu tanıyıram, 8 ildir eyni şey deyir ki, heyranam da deyir. Məsəl üçün məni tutaq ki, biz birlikdə bazarlığa gedirik, alış-verişə gedirik. O deyir ki,
həmişə yanımda duracaq, yanımdan ayrılmayacaq. Mən tutaq ki, seçirəm meyvəni, tərəvəzi, qoyuram o nə bilim o səbətin içərisinə. O da məndən bərabər gedəcək. İndi məsələn siz deyə bilərsiniz ki, burada heyran olmalı nə var? Amma baxın bu xanım buna heyrandır və deyir ki, mən buna heyranam çünki mən yəni sadəcə biridir də təbii ki, başqa şeylər də var 100%. Yəni deyir ki, bu illərdir dəyişməyən bir şeydir. Və bu qadın ingilis dilində bir söz var, taking it for granted. Yəni onsuz da bu garantidir, belə də olmalıdır kimi götürmür. O deyir ki, mənim yoldaşımın ya da əvvəlki sevgilisinin və indiki yoldaşının belə bir cəhəti var məsələn. Bu mənim çox xoşuma gəlir. Məsələn, başqa kişilər heç gedirlər, otururlar maşında gözləyirlər ki, sən get al hər şeyi, məni kassada çağırarsan. Və yaxud da deyir ki, nə bilim görürsən ki, qadın bir tərəfdə səbəti sürüyə gedir, kişi başqa tərəfdə özü üçün nəyəsə baxır. Deyir, bunlar mənim xoşuma gəlmir, amma o deyir, həmişə mənim yanımda durur və mən bunun çox xoşuma gəlir. 8 ildir mən buna heyranım. Hər yerdə də bunu danışır. Baxın, yəni sizə wow gəlmir, bəlkə mənə də gəlmir, amma ona gəlir. Və bu çox sadə bir şeydir və baxın 8 ildir bu qadın düşünmür ki, bu belə də olmalıdır da, başqa variantı var ki, bunu düşünmür. Və deyir ki, heyranam onun bu şeyinə, aydındır. Və baxırsınız ki, münasibətin içərisində hər dəfə qarşı tərəfdə sanki heyran olacaq bir şeylər tapmaq. Mən bir dəfə belə bir post paylaşmışdım ki, yəni yaxşı, uğurlu cütlüklər sanki hər bir neçə ildən bir, bəlkə də bir neçə aydan bir qarşı tərəf dəyişir, mən də dəyişirəm və hər dəfə bir-birimizi yeni versiyalarımızla sevməyi öyrənirik əslində. Yəni nə siz 3 il öncəki siz deyilsiniz, nə o 3 il öncəki o deyil. Amma uğurlu münasibətin təməli nədir? Bir-birimizi o dəyişən versiyalarımızla da sevməyi bacarmaq və həmin o versiyaların içərisində heyranlıq tapa biləcəyimiz şeylər, yəni heyran ola bilmək və heyran olmaq deyəndə də ağlınıza elə bir şeylər gəlməsin ki, wow, yəni bayaqki nümunəm görürsüz necə sadə bir şeydir, amma yəni bu xanım 8 ildir buna heyrandır və əminəm ki, hər bir insanın münasibətində siz o insana ilk dəfə aşiq olarkən, onu ilk dəfə bəyənərkən onun nəyinəsə heyran olmuşdunuz, hansısa davranışları sizə wow gəlmişdi ki, siz ona aşiq oldunuz, siz onunla birlikdə oldunuz və yaxud da evləndiniz və s. Demək ki, həmin o davranış əslində hələ də var bir yerlərdə, çünki o əslində elə həmin insandır, sadəcə başqa yeni bir versiyası ilə. Bu da belə, daha bir yəni təməl və mənim bütün cütlüklərdə gördüyüm və özümüz də daxil əslində gördüyüm bir nüansdır bu. Başqa mən sizə nə deyə bilərəm? Bir dənə də deyim, daha sonra yekunlaşdırarıq bu videonu. Daha bir nüans, biz dedik ki, problemə qarşı savaşmaq, düzdür? Bunu mən təkrar vurğulayıram. Nəyə görə? Çünki mənə məsələn bəzən olur ki, düzdür, mən cütlük terapisti deyiləm, amma olur ki, məsələn xanımdır, həm özü gəlir mənimlə konsultasiyaya, həm də deyir ki, yoldaşım da istəyirəm sizlə görüşsün və ayrı-ayrı şəkildə mən onlarla konsultasiya edirəm və hər dəfə gördüyüm, xanımlarla söhbət edirəm, hər dəfə gördüyüm bilirsiniz nədir? Görürəm ki, bu cütlüyün əslində bir-birinə qarşı, yəni bir problemi yoxdur. Bu cütlük tamam fərqli bir şey tapıblar və onu ortaya qoyub onu bəhanə edib bir-biri ilə mübarizə aparırlar. Məsələn, münasibətlərdəki pul problemi buna ən bariz nümunədir. Yəni pul əslində 95% hallarda mən deyərdim ki, özü bir problem deyil münasibətin içərisində. Sadəcə cütlüklər o pul məsələsindən istifadə edərək bir-birinə qarşı bu günə qədər deyə bilmədikləri, bilmirəm, sözləri, fikirləri, bunları sanki pulun adı altında bir-birinə çatdırırlar. Yəni deyir ki, sən bacarıqsızsan da, sən qazana bilmirsən. Halbuki söhbət problem nə idi? Məsələn, problem odur ki, bizə bu ay 500 manat yox, 600 manat lazımdır məsələn. Və o demək ki, problem nədir? Bu ay mən 100 manat daha çox qazanmalıyam. Amma ortaya çıxan nədir? Sən bacarıqsızsan, sən eləyə bilmirsən, filan kəs belə qazandı, o belə qazandı. Baxırıq ki, məsələ gəldi, çıxdı. Kişi deyir ki, mən özümü pis hiss edirəm bu münasibətdə, qadın məni başa düşmür. Qadın deyir ki, mən bu kişiyə güvənə bilmirəm. Baxır ki, tamam başqa bir şey yarandı. Amma əslində problem tamam başqa idi. Yəni biz fokuslansaydık ki, orada görəsən bu ay bu 100 manat əlavəni necə qazana bilərik? Ona fokuslansaydık bizim bu problemimiz olmazdı məsələn. Yəni əslində münasibətin içərisində problem diaqnostikası da hədsiz dərəcədə çox önəmlidir. Probleminizə doğru diaqnoz qoymalısınız. Təsəvvür edin ki, boğazınız ağrıyır, həkimə gedirsiniz. Həkim sizə götürüb nə bilim barmaq
ucu üçün dərman verir. Düzdür? Buna bənzəyən bir şeydir. Sizin əgər münasibətdə probleminiz başqa şeydir və siz onu pul mövzusunun adı altında bir-birinizlə müzakirə edirsiniz və biz o zaman heç bir problemi, nə sizin boğazınızı, nə barmağınızı müalicə edə bilmirik. Mən ümid edirəm ki, bu video sizin üçün faydalı olar. Bizim dediyim kimi Hera proqramında bunlar detallı şəkildə müzakirə olunacaq. Münasibətlərlə bağlı uzun müddət yenə proqram etməyi düşünmürəm. Uzağı ildə 1 ya 2 dəfə edirəm. Hera proqramı növbəti versiyası da olacaq, amma o zaman artıq ödəniş daha belə deyək, baha olacağı üçün, 3 rəqəmli olacağı üçün çalışın ki, hal-hazırki ödənişdən yararlanasınız. İstər subay olun, istər evli. Əgər bax bu təməlləri yaxşı bilmək istəyirsinizsə, əgər münasibətinizi bir diaqnostikadan keçirtmək istəyirsinizsə və baxaq görək ki, sizin münasibət eviniz necə görünür və biz o evə hansı dəyişiklikləri etməliyik ki, subay belə olsanız fərqi yoxdur. Hansı dəyişiklikləri sizin baxış açınıza etməliyik ki, sizin öndən gələn, növbəti gələn münasibətlərinizdə siz eyni hərəkətləri sərgilənməyəsiniz. Bax, bunun üçün Hera proqramı buradadır. Dediyim kimi, böyük ehtimal ki, siz bu videonu izləyəndə artıq qeydiyyata uzağı bir neçə gün qalmış olacaq. Çalışın ki, bu fürsəti dəyərləndirin. Ümid edirəm ki, bu videoda sizin üçün faydalı oldu. Bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videomuzda gələcək bu mövzu ilə əlaqədar.